Davam edək. 8-ci sualı nəzərdən keçirdək. Belə bir tələbələr adlı verilənlər bazası verilib. İlk olaraq onu qeyd edim ki, or məntiqi toplamadır, birləşməni ifadə edir. Bənd məntiqi vurmadır, kəsişməni ifadə edir. Kimyası 20-dən böyük olan yazılar, deməli, baxırıq kimya sütununa 20-dən böyük olmalıdır. Burada 4, 5 və 6. 4, 5 və 6 bu şəxslər uyğundur. İnformatikası 20-dən kiçik olanlara baxaq, sonra not edərik. İnformatikası 20-dən kiçik olan 3, informatika sütununa baxırıq. 3, daha sonra 3, 4 yox, 5, 3, 5. Not var bunun qarşısında. Baxın, not olanda 3-5-dən başqa yerdə qalanları götürəcəyik. Deməli, or dedim birləşmədir. Birləşmənin işarəsini qoyaq və 3-5-dən başqa yerdə qalan nələr qalır? 1, 2, 4, 6. 1, 2, 4, 6. İndi bunları birləşdirəndə biz 1, 2, 4, 5, 6 alırıq. Daha sonra fizikası 21-dən böyük bərabərdir. Fizika sütununa baxırıq. Bura uyğundur. Birinci, 21 və 21-dən böyük bərabər. Daha sonra uyğundur. 5-ci. Və bunlar arasında ənd olduğu üçün 1, 2, 4, 5, 6 ilə 1, 5-i kəsişdirəndə ortaq olanlar bizdə 1 və 5-ci yazılardır. Cavab olur Y variantı. 9-cu suala baxaq. Elektron cədvəl fraqmentinə uyğun olaraq diaqram qurulmuşdur. Diaqram hansı diapazon əsasında qurulmuşdur? Burada birinci diaqrama fikir versək, baxın bu diaqram birinci sütun bitir 7-də, ikinci sütun 3-də, üçüncü sütun 5-də. 7, 5, 3. İndi cədvələ fikir versək, görək 7, 5, 3 hansı hissədə var, hansı diapazonda var? Baxaq. A variantında yazıb B1, B3. A variantında B1, B3 yazıb. B1 bu hissədir, B3 bu hissədir. Baxın, B1, B3 diapazonuna 7, 3, 6 daxildir. Amma biz 7, 3, 5 diapazonu lazımdır. Yəni A variantı ola bilməz. B variantında A2, S2 yazılıb. A2, S2. A2, S2 diapazonuna fikir versək, bura daxildir 7, 3 və 5 və bu doğru cavabdır. Eyni qaydada digərlərinə də baxa bilərsiniz. Yəni bizə əsas lazımdır ki, burada verilən diapazonlardan hansı bu diaqrama uyğundur? B variantı. Daha sonra belə bir vərdə aid sual var. Mətn sahəsində yazılan ifadə haqqında doğru olanları müəyyən edin. Baxın, bizim iş sahəmizdə yazılıb informatika və informasiya. Buna aid doğru fikirlər bizdən istəyir. Birinci qeyd olunub ki, mətn sola doğru düzləndirilib. Baxın, bunu buradan da görmək mümkündür ki, mətn sola doğru düzləndirilməyib. Sola doğru düzləndirmə budur, birincidir. Bizdən də doğru istədiyi üçün bir yanlış ifadədir, minus qoyuruq. Eyni zamanda birləri variantdan çıxırıq. Daha sonra qalın yazılış formasına istifadə edilir deyir. Düzdür, qalın yazılış işarəsi budur. B aktivdir gördüyümüz kimi. Yəni bu doğrudur. İkini doğru olaraq qəbul edirik. A variantında çıxaq. Yazı şriftinin ölçüsü 12 santimetrdir yazıb. Yazı şriftinin ölçüsü buradır, amma ölçü vahidi santimetr deyil. Punktla ölçülür şriftin ölçüsü. Yəni ona görə bu yanlışdır. Daha sonra nişanlanmış siyahı ilə yazılıb. Burada hər hansısa bir siyahı olduğu görünmür. Yəni ona görə hələ ki bu bizdə qalsın. Daha sonra yəni nişanlanmış siyahı ilə yazılmayıb. Yəni ona görə çıxaq. Kursiv yazılış formasına istifadə olunub. Kursiv yazılış formasına burada diqqət edin. Baxın, kursivlə yazılıb. Aktivdir, kursivlə yazmaq budur. Yəni bu doğrudur.
Mərkəzə doğru düzləndirilib. Bəli, mərkəzə doğru düzləndirilib. Onu da hardan bilirik? Burada bu aktivdir. Bu da mərkəzə doğru deməkdir. Düzləndirmənin ümumiyyətlə 4 növü var. Sağa düzləndirmək, mərkəzə doğru düzləndirmək, üzr istəyirəm, birinci sola düzləndirmək, mərkəzə doğru, sağa düzləndirmək və tam düzləndirmək. Burada görürük ki, mərkəzə doğru düzləndirilib. Ya bu da doğru cavabdır. Cavab olur D variantı. 11-ci sual. Mətn redaktorunda yazılmış information texnologiya fraqmentində kursor E ilə C-nin arasında dayanıb və bunlar yerinə yetirilib. Görək bunlardan sonra hansı ifadə alınır? Backspace klavişi 4 dəfə sıxılır. Backspace klavişi sol tərəfə silir. Burada E, T, boşluq və N hərfi silinmiş oldu. Yəni bizim alınan yeni söz burada qeyd edək. Bir qarışıqlıq olmasın. O. Orada N hərfi silinib. Daha sonra kursor O-dan sonra dayanır və yerdə qalan. Siz də çalışın. Bir-bir, yəni hər əməliyyatdan sonra yazın ki, bir qarışıqlıq olmasın. Daha sonra sağa doğru klaviş 3 dəfə sıxılıb. Kursorumuz buradadır. Sağa doğru sıxanda, qələmin rəngini dəyişim daha aydın olsun. Sağa doğru sıxanda gəlir N-dən sonraya. Baxın, buradadır, buradadır. Bunu sağa doğru 1, 2, 3 dəfə sıxanda N-lə onun arasına gəlir. Delete klavişi 5 dəfə sıxılır. Delete klavişi üzü sağ tərəfə silir. Yəni, buradan sağ tərəfə siləndə 1, 2, 3, 4, 5. Yəni, yerdə qalan bütün sözlər silinir. Alınan yeni sözü silindi və 6 dəfə də backspace vurulur. N, H, C 3 dəfə, O 4 dəfə, T burada T-dir, ona görə I gedir 5 dəfə, T gedir 6 dəfə. Informa sözü qalır. Cavab olur Y variantı. Daha sonra 12-ci sualda verilənlər bazası haqqında doğru fikirləri bizdən istəyir. Davamı da yəqin ki, buradadır. Doğru fikirləri bizdən istəyir. Baxaq. Bir neçə sütunda eyni ad vermək mümkündür. Xeyr, bir neçə sütuna eyni ad verə bilmərik. Yəni, hər sütunun adı təkrarlanmaz olmalıdır. Bir səhvdir. Sətr və sütunlar ixtiyari ardıcıllıqla yerləşə bilər. Bəli, bu doğrudur. Yəni, sətirlə sütunun fərqi yoxdur. Yəni, hər hansı bir ardıcıllığının fərqi yoxdur. 3. Cədvəldə sətirlər təkrarlana bilər, sütunlar isə yox. Xeyr, sətirlər də təkrarlana bilməz. Yəni, bu ifadə yanlışdır. Başlıca əsər xüsusi sahədir və həmin sahədə məzmun təkrarlanmır. Bu da doğru ifadədir. Verilənlərin şəbəkə modeli dedikdə 2 ölçülü massiv kimi nəzərdə tutula bilər. Bu da yanlış ifadədir. Cavab 2, 4, A variantı.